2025-ci ilin Konstitusiya və suverenlik ili elan edilməsi dövlətçilik tariximizə Cənab Prezident İlham Əliyevin verdiyi müasir milli inkişaf modelinin təzahürüdür. Suverenlikdən danışanda biz suverenlik hərəkatı haqqında düşünməliyik və qeyri-hökumət təşkilatlarını sevindirən, fərəhləndirən odur ki, məsəl üçün 2 il öncə Şuşa-Xəngəndi yolunda qeyri-hökumət təşkilatları ekoloji aksiya keçirdəndə biz Xankəndiyə Şuşadan baxırdıq. Bugün isə oktyabr ayında Xankəndidə qeyri-hökumət təşkilatları möhtəşəm bir forum keçirdilər. Bu, bir daha Azərbaycan qeyri-hökumət təşkilatlarının birliyini, yetkinliyini, dövlətlə yanaşı böyük layihələrdə iştiraka hazırlığını göstərdi. Konstitusiya ili deyəndə biz fəxrlə Heydər Əliyevin böyük zəhmətini yada salıb qiymətləndiririk.